Salamlar, hər vaxtınız xeyir olsun. Bu günləri quzu ətindən çox ləzzətli yemək hazırlayırıq. Onu deyim ki, quzu ətini sevməyənlər belə bu tarifdən sonra çox sevəcəklər. Quzu ətlərini xırda orta boy şəklində doğrayırıq. Daha sonra tavaya 100 qram kərə yağı, 2 yemək qaşığı isə duru yağ əlavə edirik və ətləri burada möhürləyirik. Bu reseptdən sonra evdə quzu ətini sevməyən qalmayacaq. Tavaya az miqdarda yağ əlavə edirik. Ona görə ki, quzu əti onsuz da yağlı ət olduğu üçün biraz da özü yağını buraxacaq. Ona görə yemək çox yağlı olmasın deyə. Ağzı bağlı vam odda özü də su buraxır və bu cür bişir. Hər iki yüzünü də bu cür qızardırıq, daha doğrusu möhürləyirik, çox qızartmırıq və özü də ətin özü də su buraxır. Çox asan başa gələn yeməkdir və çox ləzzətli yeməkdir. Yəni evdə quzu əti varsa, quzu əti sevməyənlər belə bu yeməyi çox sevəcəklər. Sizlərdən kiçik istəyim var. Əməyə hörmət olaraq videonu bəyənməyi və kanala abunə olaraq mənə dəstək olmağınızı xahiş edirəm. Burada artıq suyu çəkilib və yağa düşübdür. Gördüyünüz kimi bu cür olandan sonra tavadan yığırıq, ətləri yığırıq və bura uzun doğranmış 2 boy soğan zövqə görədir. Yəni 2 başda olar. İstəyən 1 ədəd də əlavə eləyə bilər. Soğan əlavə eləyib yaxşı qovurur. Bizdə soğandan yeməklər çox sevdiyi üçün mən 2 ədəd əlavə elədim. Bu cür ilk öncə ətləri burada yarı bişmiş haldadır, tam bişməyib. Yığırıq başqa bir qaba. Daha sonra həmin yağda soğanları qovururuq. Xırda kub şəklində doğranmış soğanları da buraya əlavə edirik və yaxşıca qovururuq. Sizlərə kiçik bir sir verəcəm. Soğanların tez qovrulmağını, tez bişməyini istəyirsinizsə, bura duzu əvvəlcədən əlavə etmək daha məsləhətlidir, daha tez qovrulmağına kömək edir. Və mən də biraz saralıb qızıl rəng alandan sonra bura duz əlavə edirəm və 1 qaşıq da istiot əlavə edirəm. Videonu burada izlədiysəniz kanala abunə olmağı, videonu like eləməyi, öz yaxınlarınızla paylaşmağı unutmayın. Soğanlar yaxşıca qovrulub, qızıl rəngi aldıqdan sonra bura yenidən ətləri əlavə edirik və birlikdə bir müddətdə bişiririk. Ağzı bağlı şəkildə 15-20 dəqiqə bişiririk. Soğan və ətin dadı bir-birinə keçdikdən sonra isə bura yarım stəkan qaynadılmış su əlavə edirəm. İsti əlavə edirəm və yenidən vam odda təxmini 1 saat bişirirəm. Su çəkilib yağa düşdükdən sonra yumuşaq ətlərimiz artıq bişmişdir. Bura kartof əlavə edə bilərsiniz ya da böyrünə düyü hazırlaya bilərsiniz. Mən bu səfər çox sadə hazırladım. Bu qədər. Növbəti videolarda görüşmək ümidində.